Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'a sonsuz həmd sənalar olsun ki, bir daha ömrümüzdə mübarək Ramazan ayını yaşamağı, bu ayın ən əzəmətli gecəsi olan Qədr gecəsində məsciddə, Allah evində cəm olmağı, razı-niyaz etməyi, istiğfar etməyi, ibadət, itaət etməyi bizlərə nəsib elədi. Allahdan təmənna edək ki, bu ana bu dəqiqəyə qədər bağışlanmamışdıqsa bizləri bağışlanmış qulları cərgəsində qərar versin və bundan sonra Allah itaətində, həqiqi bəndəçilikdə ömür sürməyi bizlərə nəsib eləsin və ömrümüzün axır Ramazan ayı, ömrümüzün axır Qədr gecələri qərar verməsin inşallah. Bir neçə gündür Qədr gecəsinin barəsində danışırdıq ki, Allahın aləmlərdə ən dəyərli yaratdığı zaman mübarək Ramazan ayı və xüsusilə Ramazan ayının Qədr gecəsidir. Bu ay o qədər Allah yanında dəyərə, qiymətə sahib bir aydır ki, Allah hər zamanda öz bəndələrinə kitab nazil edibsə, onu bu ayda nazil edib. Ki, keçən məclislərdə də dedik, istər Tevrat, istər İncil, istər Zəbur Ramazan ayında nazil olmuşdu və eyni zamanda Quran-ı Kərim də bu ayda nazil olmuşdu və bu ayın Allah mütəallidir ki, Qədr gecəsində biz bu kitabı nazil eləmişik. Lakin Qədr gecəsi hansı gecədir? Allah bu gecənin bir az mübhəm saxladı və şirinliyi Qədr gecəsinin burasındadır ki, Allah onu elə biraz gizli saxladı. Gizli saxladı ki, bir bizi sınağa çəksin. Görək, o Allahın dəyərli bəxşişi üçün biz nə qədər səy göstəririk. Əlimizdən gedən neymət üçün nə qədər narahatıq. Adətən insan əlindəki dəyərin qiymətini bildikdə onu itirərkən çox narahat olur. O insan ki, əlindəki dəyərin mahiyyətini başa düşmür, onu itirəndə heç narahat da deyil. Bir balaca uşağa biz bahalı bir daş-qaş versək, biraz oynayar, elə o biri daşlar kimi onu da atar. Heç narahat da olmaz, heç ruhu da inciməz. Amma böyük adam, ağlı kəsən adam, görürsən ki, birdən onu itirsə, yerə göyə sığa bilməz. Başa düşər ki, çox dəyərli bir şey itirmişəm mən. Narahat olar buna görə. İnsanlar da bu cürdülər. O insanlar ki, elə uşaq misalında yaşayıblar bu həyatı, heç bilmir Qədr gecəsi nədir. Zaten Qədr gecəsi gəlir də, keçir də, gedir də, o narahat deyil. Amma dərrakəli insan, düşüncəli insan və bu nə əzəmətli bir nimətdir, başa düşən insan Qədr gecəsi üçün çox narahatdır, çox nigarandır və dünən də dedik məsələni ki, Qədr gecəsini böyük alimlərimiz gəliblər, qiyamət günü ilə bərabər tutublar. Deyiblər, ikisinin də eyni, oxşar cəhəti var. Qiyamətdə də insanlar nigaran olacaqlar. Hər kəs gözləyəcək ki, mənim əməl dəftərim hansı tərəfdən veriləcək. Görəsən, indi məni necə elan eləyəcəklər? Bir uşaq gedib imtihanda yazıb imtihanlarını. İndi nigarandır, oturur gözləyir ki, cavab nə çıxacaq? Düzdür, bəzi tələbələr olur ki, bilirlər təxminən. Çünki zəhmət çəkib, oxuyub, çalışıb, təqribən bilir ki, bunun cavabı necə olmalıdır. Amma yenə nigarandır, yenə səksəkədədir, yenə gözləyir. Amma o tələbə ki, heç oxumayıb,
O qalır elə bizim dinlənsək Allah ümidinə. Amma o da gözləyir də, nəyisə bir möcüzənin baş verəcəyinə gözləyir, ümidvardır. Qiyamətdə də insanlar hamısı nigarandılar, hamısı gözləyirlər və adlarından da biri qiyamət gününün yevmül həsradır, həsrət günüdür. Hər kəs həsrət çəkəcək. Görəsən, məni necə elan eləyəcəklər? Bu cür deyil ki, mən dünyada namaz qılmışam, oruç tutmuşam, həccə getmişəm, ziyarətlərə getmişəm, zikr eləmişəm, xumus vermişəm, zəkat vermişəm. Hələ bunların hansı qəbuldur, hansı qəbul deyil, bilmirəm. Və yaxud da ümumiyyətlə heç bir qəbul deyil, yenə bilmirik ki. Kim bilir ki, əməllərinin qəbul olduğunu. Və yaxud da qəbul olub, qəbul olandan sonra mən onu günah girdabında yandırmışam, yandırmamışam. Bu da məlum deyil ki. Ola bilər ki, bir yerdə mən bir ehtiyac deyə Allah xatirə üçün əl tutmuşdum, ixlasla əl tutmuşdum. Amma bir ay sonra onu orada-burada danışıb yandırmışdım. 3 ay oruç tutmuşdum. Bunu elə orada-burada danışmanla bəzən yandırmışdım. Qiyamət çox maraqlı bir səhnədir. Deyilənlərdən insan bu qənaətə gəlir ki, insan bilməz, gedər orada əməlləri elə nə gözləyir onu, necə elan olunacaq bilmir. Qədr gecəsi də deyiblər, eyni nigarançılıqdır. Ağıllı insanlar üçün, ağıl sahibləri üçün bu gecə mənim müqəddəratım təyin olunur. Mən üçün bu gecə nə qərar veriləcək? Və insan nigarandır. Nigaran olduğu üçün gözünə yuxu getmir. Ağıl sahibləri belədirlər. Gəliblər, adam adətən sıxılanda, tədirgin olanda neynir? Bir aram yer axtarır. Bacarsa, təsəlli ola biləcək bir adamın yanına gedir, pənah aparır. Bəzi adamlar var, hiss edirsən ki, onun vücudu təsəllidir insan üçün. Heç bir söz deməsə sənə, böyüklüyü bəs eləyir, yanında olanda özünü aramda hiss eləyirsən. Ağıllı insanlar da bugün üst tutublar Allah evinə. Deyiblər, həm ən aram yer məsciddir və insan öz sahibinin yanında aramlıq tapar. Mən gəlmişəm Allahın lütfünün kənarında əyləşim. Və bizə deyiblər ki, Allahın qəzəbindən qaçmaq, qutarmaq istəyirsinizsə, Allahın özünə sığının. Allahın özünə qaçın, Allahdan qaçmayın. Allahın qəzəbindən heç kim qaça bilməyib. İnsan istəsə kənara qaçsın, nicat tapsın, bu mümkün deyil. Bəs necə eləmək? Deyiblər, Allahın özünə qaçın. Necə valideyn qəzəblənəndə uşaq nə qədər qaçsa, bir o qədər ata çox istənir. Amma birdən uşaq qaçıb atanı qucaqlasa, etiraf eləsə, atanın da ürəyi yumuşalır. Görür ki, bunun sığınacağı budur da, bundan başqa sığınacağı yoxdur ki, o da bağışlayır. Allah da bu günlərdə ona sığınan bəndələrini bağışlayır. Yetər ki, etirafla gedək. Yetər ki, gedək, məğfirət diləyək, Allahdan bağışlanma diləyək və xüsusilə, yenə edirəm ki, Qədir gecəsi bir fürsətdir, Allah özü təyin edib bunu. Buna görə təyin edib ki, bilir ki, biz günahkar bəndələrik, bilir ki, biz tövbəmizi sındıranıq, bilir ki, biz iradəsizik, bilir ki, biz günah qarşısında möhkəm duruş tapa bilmirik. Onun üçün biz üçün bir fürsət günü təyin edib, əfv günü təyin edib, bilərəkdən bunu təyin edib ki, bu gündə gələk biz bir etiraf eləyək, o da bizi bağışlasın, fürsət axtarıb bizi bağışlamaq üçün. Və həmin günün adını qoyub Qədir, Qədir, yəni qədri bilinməli gecə, Qədir, yəni qədərimiz təyin olunan gecə, Qədir, yəni qədir qiymətli bir gecə, bu mənalarda tərcümə olunub, lakin hansı gecədir dəqiq bilmirik. Ehtimal verilir ki, Ramazan ayının son 10 günlüyündədir. Ki, hədis dedik ki, əziz Peyğəmbər Ramazan ayının son 10 günlüyündə yatağını yığışdırırdı və səhərə qədər ibadətdə keçirdərdi. Bəzi ehtimallar da var, Məsələn, Həzrət İmam Sadiq əleyhissalamdan soruşdular ki, Qədir gecəsi daha çox ehtimal olunan gecə hansıdır? Həzrət bir hədis dedi, buyurdu, Fi leyləti tis'a əşrətə min şəhri Ramazan təqdir. Bu adətən çox
zamanlarda ki, biz 19, 21, 23-i əhya saxlayırıq, Həzrət 3-ünə də işarə elədi. Burada 19-cu gecə bizim qədərimiz təyin olunur, təqdir gecəsidir. Və fi leyləti 21 əl-qəza, 21-ci gecədə artıq təhkim olunur. Keçən qədər gecələrində əgər təqdir olunmuşdursa, dəyişmə imkanımız vardır. 21-ci gecədə artıq təhkim olunur, bu cür olsun. Və fi leyləti 23 ibramu ma yekunu fi sənətin ilə mitliha. Artıq 23-cü gecə, sonuncu ehtimal olunan gecədə artıq imza olunur, artıq imzalanır. Da onu dəyişmək mümkün deyil. Bir il ərzindəki həyatımız, müqəddəratımız artıq imzalandı. Ruzumuz, sağlığımız, imanımız, yaşayışımız, ziyarətimiz, itaətimiz, hamısı orada artıq imzalanır. Ona görə bu gecələri bizə fürsət veriblər, biz dəyişə bilək. Bizə o imkanı verib Allah. Allahın bizə olan hörməti bundan ibarətdir ki, deyir, mən üçün özünüzə bir fürsət vermişəm, özünüzə bir imkan vermişəm. Nə qədər Allahla səmimiyyət yarada bilərik bu günlərdə. Nə qədər Allahla səmimi ola bilsək, o qədər də Allah bizim axirət məsələmizi və dünya məsələlərimizi nizama salacaq. Bu gecələrin ən böyük əməllərindən biri budur, tövbə etmək. Çünki hədislər deyir ki, günah insanın boynunda çox böyük bir zəncirdir. Hətta insanın dünya işlərinin, nizamının pozulması günahların səbəbindəndir. Xəstəliklər deyiblər günahların səbəbindəndir. Vaxtsız ölümlər günahların səbəbindəndir. Ruzunun çəkilməsi günahların səbəbindəndir. Mümkündür, bəli, zehnə gələ bilər. Bir nəfər indi düşünür, mən danışa-danışa. Deyir, mən bir dənə günahkar tanıyıram. Aləmin günahlarını eləyir, ruzusu da var, sağlığı da var, rifahı da yerindədir. Əzizlərim, Quran nemətin barəsində danışarkən, bəzi insanlara o verilənləri nemət yox, niqmət olaraq çatdırır. Deyir, bəzilərindəki o nemət deyil, biz vermişik. Hətta bu ayə var, Peyğəmbərimizin özünü təəccübləndirmişdi bu sual. Allah Peyğəmbəri aləmlərin Rəbbindən bu sualı soruşmuşdu ki, məsələn, bəzi insan var, elə günahkar da, amma hər şeydə var. Ayə gəldi, Peyğəmbər bu səni təəccübləndirməsin. Biz onlara bir fürsət vermişik, günahlarının miqdarını çoxaltsınlar ki, cəzaları artıq olsun. Misal deyimdə bu şeylər biraz daha çox aydın olsun. Görürsən, məsələn, müəllim o oxuyan tələbəni daha çox gözüm çıxdıya salır. Ona daha çox qadağalar qoyur. Daha çox məhdudiyyətlər qoyur. Çünki görür ki, bu uşaq düzəlməli uşaqdır. Elə uşaq var ki, çoxşuluqdur. Nə oxuyur, nə söz eşidir, ədəbsizlik eləyir. Bəzi halda müəllim bıraxır onun başını. Başqası dərsi 5 dəqiqə gecikəndə gözündə eşir. O dərsin yarısından sonra gəlir, müəllim heç nə demir ona. Başqa uşaq bir gün dərsi gəlməyəndə müəllim onu danlayır. Bu bir də özün bir həftə dərsi gəlməyib, heç müəllim əhəmiyyət vermir ona. Hələ bilirsiniz, müəllim onu çox istəyir. Yox, müəllim onu çox istəmir, sadəcə başını buraxıb. Deyir, get, sənlə imtihanda hesablaşarıq. Bizim dinlənçilik, nə haqqın var, çıxart deyir bala. Sənlə hesablaşacaq. Allah bəziləri üçün bu misaldadır. Başını buraxıb, elə ruzu da verib ki, qoy başı lap pis qarışsın. Deyir, səndən sonra hesablaşacaq. Amma bəzi o çıxarı olan bəndələrini tez cəzalandırır. Adamlar var, deyir, mən haram düşmür. Haram zaten heç kimə düşmür, amma bu söz bir yaxşı sözdür əslində. Əgər sən hiss edirsən ki, bir haram tikə yiyəndə sənə şillə dəyir, 1 manat haram pul qazananda görürsən 100 manat səndən çıxdı, dinən Allah sənə şükür. Məni ayıldırsan, qoymursan öz başınaçılıq eləyim. Bu elə yaxşıdır. Demək, Allah nəzərindən elə silinməmişik. Silinməyib o bəndə. Ona görə bizə deyiblər ki, birinci işimiz, istəyiriksə 1 illik müqəddəratımız və bütün ömrümüz və axirətimiz yaxşı bu gecələrdə təyin olunsun. Birinci budur, tövbə etmək. Tövbə nədir? 100 dəfə dedik, əstəğfirullah və ətubə ilə. Tövbə budur, əzizlərim.
Xeyr. Tövbə tək dillə zikr olunmaq deyil. Tövbəni Həzrət İmam Sadiq əleyhissalam tərif edir. Vəllah ma yəncu minəz-zəm illə mən əqarrə bihi. Tövbənin mənası budur ki, insan günahını etiraf eləsin. Günahını başa düşsün. Günahın pisliyini başa düşsün. Bizə deyiblər də, günahlarınızı orada-burada danışmayın. Adamların yanında günah danışmayın. Hətta dünən də dedik bu məsələni. Bir insan tövbə eləyib, bəzi hallarda oturur, görsən dostlarla danışır, deyir ki, indikindən uzaq filan günah var idi, onu bu cür edirdik, biz ləzzətlə danışır, deyir, olmaz. Günahdan sən danışdıqca, günah cəmiyyətdə adiləşər. Günah barəsində belə sadə danışma. İnsanlar düşünməsin ki, günah belə rahat bir şeydir. Amma yeganə yer deyiblər, Allahın müqabilində gəlin etiraf edin. Allaha danışın deyiblər günahlarınızı. Çünki Allah hamısını bilir. Zaten Allah bilir. Mən danışmasam da bilir. Mən danışmaqla öz acizliyimi, öz günahkarlığımı etiraf edirəm. Deyirəm, Allah, mən günahkaram. Mən bilirəm nə qədər günahlar eləmişəm, nə qədər səhv yollarda olmuşam, nə qədər yanlışlarım olub. Amma bugün çağırmasan, mən də bugün gəlmişəm. Bugün sənin dəvətinə görə mən gəlmişəm. Bu bir dəvətdir. Mən keçən səfərdə dedim, əgər Allah bura qədər bizə icazə veribsə gəlişimizə, demək ki, Allah bizi bağışlamaq istəyir. Allah istəməsəydi məni bağışlasın, bugün bir şeylə başımı qatardı. Mən də bir başqa yerdə olardım. Ürəyim də istəsə bura gələ bilməzdim. Haradasa bir məsələ ilə başım qarışardı mənim də. Bura qədər gətiribsə, nəsə istəyir Allah mənim barəmdə. Nəsə yaxşı bir fikri var Allahın mənim barəmdə. Bir nəfər zəvvar aparırdı Məşhəd ziyarətinə. Deyir, mən illərdir Məşhədə zəvvar aparıram. İndi gənə yığıram, heyəti yığıram ki, indi çıxacaq Məşhəd ziyarətinə. Deyir, bir 2 gün qalıb yol çıxmağımıza mən gecə yuxu gördüm. Yuxuda gördüm Həzrət İmam Rıza əleyhissalamı. Mənə dedi ki, filan adımla məni çağırdı. Dedi ki, bəs sizin şəhərdə bir Cibgir İbrahim var. Gələndə onu da gətirərsən. Mən ayıldım yuxudan. Öz-özlüyümdə düşündüm ki, Cibgir, bu bir adam ki, günahkardır. İmam onu ne üçün çağırsın? Niyə imam onu dəvət eləsin? Bəzən ki, deyir ki, ziyarətlər dəvətdir. Bəzən insanın zehnində sual yaranır da. Deyir ki, dəvətsə mən, məsələn, namazım, orucum, ibadətim, hər şeyim yerindədir, təqvam yerindədir. Heç mən dəvət eləmir, filan günahkar, amma niyə dəvət edir? Bizim bilmədiyimiz pərdə arxası Allahın öz təqdirləri var. İkinci gecədə mən yatdım ki, o gün artıq səhəri biz yola çıxacağıq. Gənə yuxuda İmam Rıza əleyhissalamı gördüm. Gənə də mənə dedi ki, filanə, bax, yadından çıxmasın ha, o Cibgir İbrahimi gələndə mütləq gətir. Bizim İbrahimi gələndə mütləq gətir. Mən ayıldım yuxudan, düşündüm ki, yox, bu səbəbsiz ola bilməz. Mən 2 gün ardıcıl İmam Rıza əleyhissalamı yuxuda gördüm. Bir neçə saata avtobus çıxmalıdır. Mən deyir, gəldim şəhərə, axtardım. Dedim ki, bu şəhərdə, bizim şəhərdə Cibgir İbrahim kimdir? Dedilər ki, o filan çayxanada oturub, qəlyan qabağında həmin adamdır. Deyir, mən gəldim, yaxınlaşdım. Dedim ki, bəs Ağa İbrahim süzsüz. Dedi ki, yox, mən Ağa İbrahim deyiləm, mən Cibgir İbrahiməm. Deyir, mən indi ayıbdır da birbaşa buna bu cür deyim, sən Cibgir İbrahimsən. Dedi, yox, mən Cibgir İbrahiməm. Dedim ki, səndən bir xahişim var, biz Məşhədə çıxırıq 2 saatdan sonra, bizi ilə Məşhədə gedərsən. Dedi ki, mən hara, Məşhəd hara, İmam Rızanın ziyarəti hara. Dedim ki, bəs ürəyim istəyir ki, səni mən Məşhədə aparım. Bizi ilə bir yerdə Məşhədə gedəsən. Dedi ki, axı səbəbi nədir? Mən hara, bu yol heç mənə uyğun deyil. Dedim, Ağa İmam Rızanı mən yuxuda görmüşəm, özü mənə tapşırıq verib. Ged ailə önündən sağollaş,
sumkovu yığ, yola çıxırıq 2 saata. Dedi, mənim bir ailəm də yoxdur, yığası bir şeyim də yoxdur. Mən elə bu cür tüfeyle həyat yaşayıram. Mən hazır çıxaq. Çıxdıq, deyir, gəldik, deyir, indi yol gedirik. Haradasa bir dağlıq ərazi idi, bir səhra yerlərində idi, gözdən uzaq bir yer idi. Bu quldurlar o dövrdə indi bu yol kəsənlər avtobusumuzun qabağını kəsdilər. Avtobusun qabağını kəsdilər, mindilər avtobusa. Dedilər ki, bəs siz bilirik ziyarətə gedirsiniz, sizinlə işimiz yoxdur. Amma kimin cibində nə qədər pul var, öz xoşu ilə versin bizə. Yəni, öz xoşu ilə verməyəndən zaten alacaq. Deyir, bir hamının pullarını alırlar. Hamından nə qədər pulu var aldılar. Bu karvan rəhbəri deyir, mənim də pullarımı aldılar. Öz pulum da var, karvanın da pulu var məndə. Düşdülər, çıxıb getdilər. Tərpəndik yola, biraz ki, aralanmışdıq bunlardan. Cəmaət hay saldı ki, hara gedirik biz? Cibimizdə bir qəpik pul yoxdur, biz hara gedirik ki? Qaydaqda dala. Həmin cibgir İbrahim dedi ki, narahat olmayın. Kimdən nə qədər alıblar? Dedim, nə məsələ deyil. Mən deyib, durmuşdum piləkanda. Bunlar kimdən nə alırdı, mən də ciblərindən çəkirdim. Oğrunun işi budur da. Kimdən nə alırdılar, mən də deyib, ciblərindən çəkirdim. Bir hər kimdən nə alıblar, qaytardı. Deyir, o karvan rəhbər deyir, mən qəmgin olmuşam. Gəldi, dedi, sənin öz kefin pozulub. Dedim, bütün hər şeyin pulları oradadır da. Dedi, narahat olma, onlar da buradadır. Onları da mənə qaytardı. Mən başa düşdüm ki, İmam Rıza Aleyhisselam bunu da çağırıbsa bir səbəbi varmış. Hamını çağırırlar, hamının çağırılma bir səbəbi varmış. Yəqin bunun da səbəbi buymuş da. Deyir, ondan sonra mən bir aramlıq tapdım ki, demək ki, bu yuxum da rəhmani yuxu idi, səbəbsiz deyil idi. Və bunun gəlişinin böyük bir xeyri oldu ki, insanların haqqı yerinə əda oldu. Bəzi vaxtlarda görərsən ki, bəzi insanlar var ki, zahirən çox mömin kimi görsənmir, amma zamanı gəlir, elə bir iş görür, çox adamın işindən də faydalı olur, müfid olur. Ona görə deyiblər bizə ki, məsələn, insanlara yuxarıdan aşağı baxmayın, bilmirik hər adamın axirəti necə bitəcək, sonluğu necə bitəcək. Bugün günahkar kimi baxdığımız, bugün yuxarıdan aşağı baxdığımız insan sabah bəlkə Allah yolunda böyük bir xidməti olmuş insan ola bilsin. Və tam əksi də var. Bu günləri xidmətdə olan insanın sabah İslam'a böyük ziyanları dəyə bilər. Ki, tarix də bunların şahididir nə qədər. Deyir, gəldik, çatdıq Məşhədə, hər kəs girir ziyarətə, bu İbrahim girmədi, ağanın hərəminə girmədi. Dedim ki, İbrahim, niyə girmirsən? Dedi ki, yox, mənim üzüm yoxdur, mən da günah qalmayıb eləmişəm, mən necə girim o qapıya? Dedim ki, İbrahim, əgər çağırıblarsa, demək, gərək girərsən. Dedi, yox, olmaz. Dedim ki, İbrahim, yuxumu danışım sənə. Dedi ki, danış. Dedim, ağa İmam Rıza Aleyhisselam gəlmişdi, mənə dedi ki, bizim İbrahimi gələndə gətirərsən. Deyir, bu oturdu, ağladı. Dedi, sənə and verirəm Allaha. Doğrudan bizim İbrahim, dedi İmam Rıza Aleyhisselam. Dedim, vallahi, elə yuxuda demədi İbrahim gətir. Dedi, bizim İbrahimi gətir. Deyir, ağladı, tövbə elədi. Orada dedi ki, qaydanda süz qaydım, mən qaydmıram. Zaten bir ailəm, uşağım da yoxdur. Mən elə bu qapıda qalıb nökərçilik eləyəcəm. Qaldı da hərəmdə, ömrün də orada başa vurdu. Bir andı. Bir andı, gəldi, bir əməldi, insanın həyatını dəyişdi. Ona görə bu gecə bir fürsətdir. Keçən səfərdə dedik. Hamı deyir ki, bu gecə bir fürsətdir. Alimlərdən biri deyir ki, Allah bu gecə səni üçün fürsətdir. Mən gəlmişəm, mənim əlimi buraxma. Fürsət bil bu günü ki, mən gəlmişəm. Tut məni, saxla öz evində. Allahdan uzaqlaşan bədbəxt olub həyatda. Allahdan uzaqlaşanın həyatı məhv olub. Bu gecələr bizə deyiblər ki, ilahi rəhməti nə qədər xatırlatsınız, bir o qədər də ilahi qəzəbi unutmayın, ilahi qəzəbi də xatırladın. Yaxşı, Allahın rəhməti var, bugün mən gəlmişəm, məni bağışladı. Amma sabah mən necə yaşayacağım? Allahın qəzəbini unutma. Bugün məni əff eləyən Allah sabah cəzalandıra bilər, bunu unutmayaq.
mənim nöqsanlarıma görə, mənim səhvlərimə görə mümkündür ki, Allahın qəzəbinə tuş gələ bilərəm. Həzrət Əmir əleyhissalamın münacatlarından da bu gecənin şəhididir də, elə sözümüzü ondan tamamlayarıq. Həzrət Əmir əleyhissalam mərhum Şeyx Mufid bu hadisəni, bu rəvayəti getirir Urvət ibn Zübeyrdən. Deyir, bir iddə insan əyləşmişdilər Peyğəmbər məscidində, Məscid-ün Nəbidə. Allahdan istəyirəm bu gecənin hörmətinə. Bu gecələr adları yazılır da, Hac ziyarətinin, Mədinə ziyarətinin, Kərbəla ziyarətinin, Məşəd ziyarətinin, zəvvarlarının, bir illik zəvvarların adı bu gecədə deyiblər, yazılır. Bu gecə istəyirəm Allah səndən bu bəndələri ki, dəvət eləmirsən, gəliblər qapıva, bu gecənin hörmətinə bir bayramlıq olsun. Bunların hər birinin, hər birimizin, bütün arzusunda olanların, həsrəti ilə yaşayanların bu il adına bir həc yaz ki, bu il adına bir Kərbəla yaz, bir Məşəd yaz, Sar Əymənin ziyarətini yaz, Ərbəin yaz bu aşiqlərin adına ki, o yollar bizi düzəldəcək. Çünki bizə deyiblər ki, Qədir gecəsinin əhəmiyyətlərindən də biri budur ki, bu gecə insan dəyərli insanlara öz ehtiramını bildirməklə dəyər tapır. Bugün biz gəlmişik etiraf eləməyək ki, Allah, mən Allahümmə ən qətələtə əmiril müminin, Allah Əli ibn Əbi Talibin qatillərinə lənət elə deməklə sənin hüccət və məhəbbətimi bildirirəm. Mən sənin hüccətin yanında olduğumu bildirmək istəyirəm. Mən onlardan uzaq deyiləm. Dildə deməklə kifayətlənmir. Cümədə də bugün işarə elədik. Bəzi insanlar var, deyir, biz Əhl-i Beyti sevirik. Sonra Əhl-i Beytin adına elə qarayaxmalar, alçaqcasına, murdarcasına sözlər yağdırırlar ki, insanların zehnini bulandırmaq üçün. Deyir, biz Əhl-i Beyti sevirik də. Bunlar cəmiyyəti aldatmaq üçündür. Əhl-i Beyti deyir, sevirik, fikirləşir insanlar ki, bu da Əhl-i Beyti sevəndir. Sonra başlayır ki, məsələn, zəkat ayəsi o Əlinin barəsində gəlməyib. O kasıb adam idi, harada zəkat verdi. Ya məsələn, Həzrət Əmir əleyhissalam barəsində mən kuntu mövla hədisin dana bilmir tarixdə var. Deyir, orada cəmaat Əlidən küsmüşdü. Peyğəmbər də deyirdi ki, küsməyin ha Əlidən. Mən kimin dostuyam, Əli də onun dostudur. Bunlar çox alçaq və hiləgərcəsinə atılmış şübhələrdir. Deyir, hədis var. Xanım Zəhra salamullah əleyhanın barəsində Peyğəmbər buyurur ki, hər kim xanım Zəhranı incitsə məni incidib, məni incidən Allahı incidib. Bu hədisi dana bilmir bəziləri. Reallıqdır da. Və tarixi vəraqlayanda da hamı bilir ki, kim xanım Zəhranı incidib. İndi onu örtbasdır eləmək üçün, baxın, alçaq insanın xisləti budur. Özünü təmizə çıxartmaq üçün həmişə başqasına qarayaxma yapışdırır. Nankor, alçaq xislətli insanlar bu cürdülər. Görün, nə hiləgərliklə bu işi görür. Deyir ki, o vaxt Həzrət Əli əleyhissalam xanım Zəhranın ailəli olduğu zamanda başqa xanım almaq istəyirdi, bir xanım almaq istəyirdi. Xanım Zəhra getdi, Peyğəmbərə şikayət elədi. Peyğəmbər də bu hədisi dedi ki, yəni Əlinin barəsində dedi də, xanım Zəhranı incidən, məni incidib, məni incidən Allah incidir. Nə qədər alçaq xislətli bir sözdür. Əvvəl budur ki, xanım Zəhra Allahın ən üstün yaratdığı bir xanımdır. Allahın hökmlərinin qarşısına gedər, onun əleyhinə gedər. Mümkün deyil. İkinci budur ki, Peyğəmbəri Əkrəm özü misal ikinci səfər ailə qurubsa, özü necə kiməsə bunu qadağan eləyər. Bunlar çox çirkin, hiləgər oyunlarıdır düşmənin. Biri gəlir, deyir, məsələn, Kərbəla din deyil. Bizdə baxın hiləgərliklərini. Əvvəl bir-iki sözlər deyir, zehinləri ondan manipulyasiya eləyir.
Ki, sən fikirləşirsən ki, belə hamın deyir də. Sonra bunun dərdi Kərbəladır. Bunun dərdi Aşuradır, bunun dərdi Əhl-i Beytdir. Bəzi insanlar hər fürsətdə o zəhərlərini buraxmağa çalışırlar. Dindir Kərbəla deyil. Və alçaqcasına bir böhtan da deyir ki, bəzilər deyirlər ki, kim Kərbəla torpağını sevməsə, dindən çıxıb. Əvvələ budur ki, biz belə bir iddiamız yoxdur. Kərbəla torpağını sevmək bu qəlb məsələsidir. Kim sevəcək, kim sevməyəcək. Sevənlər Xanım Zəhra nəzərində ucalıblar, sevməyənlər özləri bilər. Bizim onlarla işimiz yoxdur ki. Lakin məsələ burasındadır ki, əvvələ bizim belə bir iddiamız yoxdur. İkincisi budur ki, Kərbəla din deyil deyənlər, Kərbəla ilə dinin bir hissəsidir, necə din deyil? Ümumilikdə İslamın tarixi ilə dinin bir hissəsidir. Dinin bir hissəsi olmasa əvvəl budur ki, Allah dinin tarixindən bu qədər misallar çəkməz. Peyğəmbərlərin tarixindən bu qədər misallar çəkməz. Bir din öz tarixi olmadan boş bir dindir. Öz tarixini unudmuş dinlərin aqibəti görsəndi, necə təhrif olundu. Bir dinin təhrif olunmaması üçün Kərbəla vacib idi. Kərbəlanın vasitəsi ilə din təhrif olunmadı. Bu dini saxlayan Kərbəladırsa, o zaman sən necə iddia edə bilərsən ki, din Kərbəla deyil? Din Kərbəla deyilsə, Kərbəla özü dindir. Dinin məktəbidir, Qur'andır. Bu gecənin şəhidi Əli ibn Əbi Talib özü Qur'andır. Natiq Qur'andır. Bu gecə bir gecədir ki, samit Qur'an, oxunan Qur'an, səssiz Qur'an enib, danışan Qur'an, Qur'anı yaşayan insan ruc edib, şəhid olub. Bu məsələlərdə möminlər çox diqqətli olmalıdır. Bu cür sözlər insanları gərək azdırmasın və bu gecənin gözəl əməllərindən də biri budur ki, biz etiraf eləməyə gəlmişik ki, Allah, biz sənin hüccətlərini sevirik. İndi iddiamız böyükdür. Onlara layiq ola bilməmişik. Onların yolunu doğru düzgün gedə bilmirik. Bilirik Allah, etiraf da edirik. İnsanlar qarşısında da etiraf edirik. Amma bunu da etiraf edirik. Allah, mənim məhəbbətim var. İçimdə mən hiss edirəm ki, onları sevirəm. Həzrət Əli əleyhissalamın adı gələndə qəlbim şad olur. İmam Hüseyin əleyhissalamın adı gələndə aramlıq tapıram. Kərbəlanın adı gələndə həsrəti ilə yanıram. Bu da bizim sevgimizdir və buna görə Allaha şükür edirik. Buna görə Allaha təşəkkür edirik. Və bu gecənin şəhidi deyir, Allah evində bir Peyğəmbər məscidində bir iddə insan əyləşmişdilər. Orada söhbət edirdilər Bədir əhlindən və Rizvan beyətindən. Rizvan beyəti Hüdeybiyyə sülhündə ikinci dəfə Peyğəmbərə beyət edən insanlar idilər. Orada deyir, söhbət gedirdi. Həmin vaxt Əbu Dərda adlı bir şəxs dedi ki, istəyirsiniz mən sizə Bədirdə və Rizvan beyətində ən üstün kişidən danışım. O kişi ki, ən azmalı ilə ən heybətli kişi olmuşdu. Milyonları olan insanlar onun qədər əzəmət tapa bilmədilər. O Əli ibn Əbi Talib əleyhissalam idi. Onun ibadəti, onun itaəti, deyir, mən bir dəfə gecə düşdüm ardıyca, getdi xurma bağlarına, mən sakitcə düşdüm dalıca. Gördüm, gəldi, namaz qıldı, başladı Allahla münacat eləməyə. İlahi, kəm min mubiqətin həmilət ənni müqabələtəha bi ni'mətik. Allah, nə qədər cinayətlərim oldu, nə qədər günahlarım oldu ki, sən bunların müqabilində mənə neymətlər bəxş elədin. İmam günah eləməz, amma insanların dili ilə danışır. Özünü aciz bilir, özünü bu qədər əməllərinə rəğmən özünü günahkar bilir. Bu sözləri deyən kişi bilirsiniz kimdir? Haqqı həmişə gizlədilmiş. Keçən səfər də dedik, dostlar qorxusundan haqqın danışmadı, düşmənlər paxıllığından haqqın danışmadı. 70 il mənbərlərdə lənət deyildi, onun fəzilətlərini danışmağa cinayət bildilər. Bu qədər gizlədilmələrə rəğmən bu şəxsiyyətin əzəməti məlumdur.
Bu qədəri məlumdur. Həqiqətindən xəbərimiz yoxdur. Peyğəmbər buyurur, ya Əli, Həzrət İsa'nın barəsində olan yanlışlıqdan qorxmasaydım, sənin fəzilətlərini danışardım insanlara. Bilərdilər sən kimsən. Bu kifayətdir Həzrət Əmr əleyhissalam barəsində. Həzrət Peyğəmbər Əkrəm burada Əlinin Xəndəkdəki vurduğu zərbə Səqəleynin ibadətindən əfsəldir. Səqəleynin ibadəti inso cin hamısı, bütün insanlar, bütün cinnilər, bütün məlaikə hamısı daxildir onun içinə. Deyir, hamısının ibadətindən əfsəldir. Hamısının ibadəti bilirsiniz şimdi. Bu hədisi biz başa düşə bilirik, dərk edə bilirik. Yəni, Həzrət Nuhun 950 illik peyğəmbərliyi. Allah Rəsulu deyir bu sözü də, deyir, hamından üstündür. Çünki küfrlə haqq üzböz gəlmişdir. Bugün də, tarix boyda, hər yerdə haqla küfür üzböz gəlib, hər kim öz səhvini bəlli eləyib və ona o qədər də qiymət tapıb. Dünyada bax, bugün harada haqq əzilir, o haqqa görə ən azı canın yanır, bir şey eləyəmirsən, üçün görürsən, göynəyir. Dinən Allah sənə şükürlər olsun. Nə haqqın yanında döyülən. Həmin şəxsiyyət deyir ki, Allah nə qədər cinayətlər elədim, amma sən neymət verdin. Və kəm min cəriyyətin təkərrəmtə ənni kəşfəhə bikərəmik. Nə qədər cinayətlərim oldu ki, haqqı idi məni rüsva eləyəsən, amma hey örtdün günahlarımın üstün. İnsanlar mənim günahlarımı bilsəydilər, mənə salam verməzdilər. Həzrət İmam Sadiq əleyhissalam buyurur, əgər bir-birinizi həqiqəti ilə tanısaydınız, heç kimin cənazə namazında iştirak eləməzdi. Hamımız özümüzü tanıyırıq. Nə qədər günahkarıq. Amma gəlmişik. Allah, bu qədər günahlarıma rəğmən məni qəbul eləyirsən, məni bağışlayarsan, deyir, bağışlayıram, gəl, qayıt. Amma bir dənə bu gecə mənə səmimi söz ver. Etirafın səmimi olsun bu gecə mənimlə. İlahi intale fi isyanikə umri və azmə fi sahfi zəmbi fəma ənə muəmmilun qayrə qufranik və la ənə biracin qayrə lizvanik. Allahım, nə qədər ömrüm günahda keçdi, nə qədər ömrüm üsyanda keçdi. Amma buna ümidvaram ki, sən məni bağışlayacaqsan. Sən məni bağışlamasın bu gecə hansı qapıya gedim. Allah, heç insafdır bu gecə səhərə qədər mən sənin o gözəl adlarından səni çağırım. Axırda sən mənə deyəsən ki, get buradan. İnanmıram buna mənə deyəsən. Bir nəfər adam səndən küsüb, gəlirsən, durursan müqabilində, deyirsən, əzizim, qardaşım, canım, sən nə mehriban adamsan, sən nə səxavətli adamsan. Mərd adam olsa, keçəcəksən heç. Nankör adam olsa, əhəmiyyət verməz. Bu sözləri bu gecə biz Allah üçün deyirik. Allahım, gəlmişik, sənə deyirik, bu xoş sifətlərlə səni çağırırıq. Əl-əf deyirik Allah bu gecə sənə. Heç insaf da bizi bağışlamayasın. İlahi ufəkkiru fi əfvi fətəhunə ələyyə xətiyyətə. Allah, elə ki, sənin o bağışlamağını düşünürəm ki, bu qədər rəhmət sahibisən. Mən də tamaha gəlirəm. Mən də həvəsə düşürəm ki, mənə də bağışlayacaqsın. Thumma uskuru azimə min əxzikə fətəzumu aləyyə bəliyyətə. Amma elə ki, birdən qəzəbün yadıma düşür, onda ayaqlarım titrir. Bu gecə rəhmətini düşünək Allahım. Yəqin bilə ki, bağışladı. Amma sabahdan əzizlərim, bunu unutmayaq ki, Allahın qəzəbi var. İstənilən səhvimə görə birdən məni qəzəbə tuta bilər. Bir dost mənim günahımı bağışladı, bundan sonra mərdliyin olsun da o dostla xəyanət eləmə. Bir dəfə bağışladı da səni. Yaxşı dost idi, 2 dəfə bağışladı, 3 dəfə bağışladı da. Mərdliyin olsun da adama deyərlər. Bu gecə insan özü-özünə desin ki, mərdliyin olsun, nə qədər tövbə eləyib tövbə sındırdın. Pəki ömrümün sonuncu qədir gecəsində sən tövbə eləyirsən Allaha. Day bəsdir də, vaxt yetişmədi, zaman gəlib çatmadı. Və bu gecələr o Həzrətin son anları idi.
son dəqiqələri idi. 3 gün idi. Yataqda yatırdı o həzrət. 3 gündür Mədinənin yetimləri acdılar. Mədinə yetimləri bugün başa düşüblər ki, bizə nə vaxtdır bir ömürdür gecələr qapımıza yemək gətirən kişi sən demə bu imiş. Bu vaxta qədər biz tanımamışıq kimdir. İndi 3 gündür əlini zərbətləyiblər, bizim qapımıza çörək gəlmir. Demək ki, bu kişi imiş. Mədinənin yetimləri bugün başa düşüblər. Həzrət ömrünün axır dəqiqələrində deyir, vallah, vallah fissalah. Sözü and verirəm Allaha, and verirəm Allaha, 2 dəfə and verir. Deyir, namazdan müğayət olun. Əzizlərim, o həzrətin sonuncu dəfə bizə sözü budur, namazdan müğayət olun. Namaz qılmayan qardaşlarım, baş gün mü gecə? Namaz qılan qardaşlarım, namazdan müğayət olaq. Namazın əvvəl vaxtına riayət eləyək. Namaza süst yanaşmayaq. Ardıca həzrət burada, vallah, vallah fil əytam. Sözü and verirəm Allaha, yetimlərdən müğayət olun. Nə qədər canım sağ idi, o yetimlərə mən baxırdım. Da mən yoxam, o yetimlərdən müğayət olun. Həsən, Hüseyin balam, yetimlərə baxın. İndi o yetimlər eşidiblər Həzrət Əli əleyhissalam yaralanır. Həkimlər gəlib baxıb deyiblər, o İbn-i Mülcəmin qılıncı zəhərlidir, özdə beyninə toxunub həzrətin, zəhər bütün bədənini, vücudunu götürüb, deyiblər, daha əlacı yoxdur həzrətin. Amma deyiblər, biraz süd içsə, süd onun ağrılarını azaldar. Biraz süd verin o həzrətə. Deyir, yetimlər eşidib ki, həzrətin ağrılarına əlac süddür. Deyir, hərəsi gedib bir fincan bir yerdən süd tapıblar. Deyir, gəlib durublar Həzrət Əmr əleyhissalamın qapısında. Növbə ilə dayanıblar, hamısı yetimlər. Məhəbbətlərini bu gecə o cür bildiriblər. Ya Əmir əl-Müminin, bu gecə yetimlərin gəlib məsciddə ovuclarında göz yaşlarını gətiriblər. Deyirlər ki, Əmr əl-Müminin, biz eşitmişik sənin dərdlər və bizim göz yaşlarımız əlacdır. Bir alim deyirdi də, mən İmam Hüseyin ağanı yuxuda gördüm. Gördüm, İmam Hüseyin ağanın çoxlu yaraları var. Dedim, ağa sənə qurban olub, sənin yaralarına biz necə əlac eləyə bilərik? Dedi, sizin göz yaşlarınız mənə əlacdır. Siz ağladıqca mənim yaralarım sağalır. Deyir, mən baxdım ki, mən göz yaşı tökürəm, Həzrətin yaraları sağalır. Axırda gördüm, qəlbi tərəfdə bir yarası var, hey ağlayıram, o keçmir. Dedim, ağa sənə fəda olum. Bəs o yaron keçmir, axı dedi ki, bu Əli Əkbərin yarası keçməz ki. Bu Əli Əkbər yarası. İndi Əmr-ül-Müminin yetimlər kimi bu əzizlərim gəliblər, bir ovuc göz yaşı ilə durublar qapımda. Deyirlər, Əmr-ül-Müminin, biz eşitmişik, bizim göz yaşlarımız sənin yaralar və məlhəmdir. Bu göz yaşlarımızı gətirmişik, qəbul elə bu göz yaşlarımızdır. Amma bilirik sənin də bir dənə yaron var, o keçməz, o da xanım Zəhra iləsindir. Amma bu gecə xanım Zəhraya qovuşacaqsan. Bu gecə Peyğəmbərə qovuşursan, bu gecə dərdlərimi danışacaqsan, bu gecə müsibətlərimi danışacaqsan. 30 il çəkdiyin müsibətləri bu gecə xanım Zəhra ilə bölüşəcəksən. Deyirlər, Həzrətin axır nəfəsidir, axır vaxtıdır. İmam Həsən ağa durub başının üstündə ağlayır. Elə ki, göz yaşı düşdü Həzrətin üzünə. Həzrət gözlərini açdı, dedi, oğlum Həsən ağlama. Oğlum Həsən, səbirli ol, ağlama yine. Baxdı, gördü İmam Hüseyin ağa ağlayır. Dedi, Hüseynim, la yevməkə yevməkə. Oğlum, sənin müsibətin ki, müsibət yoxdur, ağlama. Bugün siz mənə ağlayırsam, o gün səni ağlayanda tapılmayacaq. Amma ya Əmir-ül-Müminin, şahid ol, 1400 il keçib bu bəndələrin, bu yetimlərin gəlib Hüseyni və ağlayırlar, hər il göz yaşı tökürlər. Amma birazdan Həzrət gözlərini açdı, gördü, xanım Zeynəb ağlayır.
Deyir, orada da dayanamadı Həzrət, özü də ağladı. Özü də ağladı, dedi, qızım Zeynəb ağla, mənə də ağla, məndən sonra bir ömür Hüseynivə də ağlayarsan. Əla lə'nətullah ələl qovmin salih.